Tarixi saxtalaşdırmayaq. Tarix varsa, tarix düzgün yazılmalı. Mən buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi. 7 mart tarixi 91-ci ildə Serinin bərpa olunmasıyla bağlı referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43, içində də Heydər Əliyevin o 43 kişinin içində təmsil olunmasına əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Mən bunu demək istəyirəm, məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim və o müstəqilliyimizi qazanan o insanların içində ən çox qadınlarımız ön sıralardaydı. Mən o zaman, bax, tarixi elə yazırdıq biz, müstəqilliyimizə gedən yolda mübarizə apara. Mən çox istəyərdim ki, o bugün dövlət çevrilişində əli olan, Azərbaycan devlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib tarix yazaydı.